Ədəbiyyatda Xətai adı ilə tanıdığımız şairlə tarixdə böyük sərkərdə kimi bildiyimiz Şah İsmayıl Xətainin əslində iki ayrı insan ola biləcəyini heç düşündünüzmü? Əvvəlcə inanmaq çətin görünür. Lakin yarımçıq əlyazma romanında bu barədə elə bir sir açılır ki, əsrlərin tozuna qarışmış həqiqətlə uydurmanın sərhədi birdən-birə dumana bürünür. Əsərdə danışıldığına görə Çaldıran savaşından əvvəl Şah İsmayıl Lələ Hüseynə qeyri-adi bir tapşırıq verir. Özünə bənzəyən bir nəfər tapmağa. Deyilənə görə Lələ uzun müddət şəhər-şəhər gəzir, saysız-hesabsız simalara baxır və nəhayət taleyin sanki qaranlıqdan çıxarıb qarşısına qoyduğu bir gənclə Xızır adlı oğlanla rastlaşır. Xızır Şah İsmayıla elə bənzəyir ki, sanki 102 dəfə çəkilmiş kimi. Lələ Hüseyn bu gənci saraya gətirir. Ona padşahın addımını, duruşunu, hətta şahmatdakı fəndlərini belə öyrədirlər. Amma Xızırın özü tamam başqa xasiyyətlidir. Zərif ruhlu, şeirə bağlı, mülayim bir insan. O, incə duyğularını gizlədə bilməyib Xətai təxəllüsünü götürür və könlündən süzülən misraları kağıza köçürməyə başlayır. 1514-cü il. Çaldıran səmasının altında savaşın taleyi Səfəvi ordusuna ağır görünəndə Şah İsmayıl Xızıra özündən sonraki addımları dikt edir və özü döyüşə atılır. O, savaşdan geri dönmür. Tarixdə tanıdığımız 1501-1514-cü illər arasında hakimiyyətdə olan böyük sərkərdə məhz o gün canını tapşırır. Bəs sonra nə baş verir? Romanın irəli sürdüyü ehtimala görə 1514-1524-cü illər arasında xalqın şah deyib itaət etdiyi Xətai təxəllüslə şeirlər yazan şəxs əslində Xızır olmuşdur. 10 il boyunca onun Şah İsmayıl kimi yaşadığı, səltənəti idarə etdiyi deyilir. Lakin bu sirri daşıyanların sayı çox deyildi. Axırda Lələ Hüseyn, onu taxtın başına çıxaran adam Xızırı öldürür və beləliklə tarix kitabları əsl simanı deyil, göstərilən simanı yadda saxlayır. Romanın ön sözündə də yazıcı qeyd edir. Bütün bu hadisələr Milli Əlyazmalar İnstitutunda yarımçıq əlyazmada oxuduğu naməlum müəllifin qeydlərinə əsaslanır. Əlyazmanın kim tərəfindən qələmə alındığı bəlli deyil. Onun Dədə Qorqudun əlindən çıxdığı deyilsə də, bunun dair qəti bir dəlil yoxdur. Yazıcının da vurğuladığı kimi, burada yazılanların həqiqət yaxud təxəyyül məhsulu olduğu bilinmir. Amma bir şey danılmazdır. Tarixin qaranlıq sahələri bəzən ədəbiyyatın işığı ilə görünür. İşığın özünün həqiqət yoxsa təxəyyül olduğu isə oxucunun vicdanına qalan bir sualdır.